Telefonda göstərəcəyim bu ayarları etməsən, kartında olan pulun oğurlana bilər. Bəli, ilkin olaraq Play Protect adlı antivirusu aktiv etmək lazımdır. Nəzərinizdə saxlayın ki, bu antivirus Android telefonların özünə məxsusdur, kənardan yüklənmə deyil. İlkin olaraq Play Store-a daxil olursunuz. Daxil olduqdan sonra baxın sağ üst tərəfdə profiliniz var. Bu tərəfə klik etdikdən sonra burada baxın elə 3-cü, 4-cü sıralarda Play Protect adlı yazılıb. Buna klik etdikdən sonra proqram sizi qarşılayacaq. Əgər məndəki bu formada yaşıl rəngdə quş işarəsi çıxırsa, hər şey qaydasındadır deməkdir. Amma yenə də yoxlamağınızı tövsiyə edirəm. Baxın sağ üst tərəfdə kiçik bir ayarlar işarəsi var. Buna vurun. Baxın bu iki funksiya sizdə mütləq açıq olmalıdır. Baxın, hətta belə bağlamağa çalışmaq üçün vurdum. Telefon deyir ki, bunu bağlamağınız təhlükə yarada bilər. Yəni mütləq bu iki ayar telefonunuzda açıq olsun. Daha sonra ürəyinizin rahat olmasını istəyirsinizsə, buradan tara düyməsinə klik edib taramasını, yəni skanlama etməsini gözləyin. Aşağıda ümumiyyətlə Play Store-dan nə proqram yükləmisiniz, hansı proqramlar yeniləmisinizsə, hamısını bir yoxlanışdan keçirdəcək. Hansında problem varsa, virus falan varsa burada göstərəcək ki, bu proqram təhlükəlidir, diqqətli olun. Ona görə də Play Protect mütləq telefonunuzda açıq qalsın. Daha sonra gəlin digər ayarlarımızı göstərim. Əgər bank məlumatlarınızın falan oğurlanmamasını istəyirsinizsə, tam təhlükəsiz istifadə etmək istəyirsinizsə, mütləq bundan sonraki ayarları edin telefonunuzda. Bəli, ayarlara daxil oluruq və buradan biraz aşağı sürüşdürürük. Yəni bütün telefonlarda eynidir. Buradan uygulamalar, yəni proqramlar bölümünə keçid edirik. Aşağıdan üstdə olan izinlər bölümünə daxil olduqdan sonra buradan da elə ikinci sırada olan izinlər bölümünə keçid edirik. Gördüyünüz kimi telefonumuzda olan bütün funksiyalar bizi qarşıladı. Yəni bildirişlər olsun, fayllar olsun, kamera olsun, mikrofon olsun, hamısı burada var. Bizə burada lazım olan OTP kodlarını götürmək üçün olan funksiyalardır. Yəni zəng qeydləridir və yaxud da burada olan baxın bildirişlərdir. Daha sonra kontaktlarımızdır, mikrofondur. Yəni bunun kimi SMS kimi özəlliklərdir telefonda. Bunlar lazımdır. İndi gəlin bunları göstərim nə etmək lazımdır. Baxın elə ən üstdə olan arama kayıtları yazılan yerə daxil oluruq və baxırıq burada hansı proqramlar bizim arama, yəni zəng qeydlərimizi götürür. Baxın Google götürür, mesajlar, telefon, WhatsApp və WhatsApp Business. Yəni qısaca onu deyim ki, təhlükəsizdir. Yox burada kənar mənim bilmədiyim bir proqram olsaydı və ya digər az istifadə etdiyim proqram olsaydı mən bunu aradan qaldırardım. Çünki zəng qeydləri özünüz bilirsiniz. Daxilində müəyyən məlumatlar var. Bizim bank məlumatlarımız belə ola bilər bunlar. Ona görə də diqqət edin. Məsəl üçün Telegram burada olsaydı mən onu mütləq çıxardardım. Çünki güvənmədiyim proqramdır. Mən o proqrama tam arxayın deyiləm. Amma Google-dur, mesajlardır, telefondur, WhatsApp və WhatsApp Business-dir. Bunlara güvənirəm. Gəlib daha sonra burada elə onun altında olan bildirişlərə klik edirəm. Bu bildirişlər bölümündə də nə açıqdırsa əgər, sizin baxın bu tərəfdən belə aşağı sürüşdürdüyünüzdə görünən bildirişlərin hamısını oxuya bilir. Yəni bunun da daxilində sizin bank məlumatlarınız, OTP kodlarınız falan var. Hamısını buradan baxıb götürə bilər həmin proqram. Burada baxın gözünüzə pis görünən proqramları, təhlükəli olan proqramları hamısını dayandırın. Baxın görürəm mən buradan ümumi yoxlanışdan keçirdirəm. Məndə burada təhlükəli proqram görünmür. Yenə də diqqətlə baxın. Gözünüzə pis görünən və yaxud da güvənmədiyiniz, məsəl üçün baxın burada bir qırmızı proqram var. Bunun açılmasına mən burada güvənmirəm. Ona görə onu bağlayıram. Əslində musiqilərə görə icazə istəyir, amma yenə bağlayıram. Daha sonra baxın, diqqətlə baxın. Burada gözünüzə görünən pis proqramların hamısını bağlayın. Daha sonra gəlin yenə buradan kontaktlar bölümünə, yəni kişilər bölümünə daxil olun. Burada da vacib funksiyalar ola bilər. Məsəl üçün baxın, yenə həminki qaydada aşağı sürüşdürün. Telefonda olmayan, o qədər güvənmədiyiniz və yaxud da sizin məlumatlarınızı oğurlaya biləcək proqramları əngəlləyin. Misal üçün baxın burada biraz aşağı düşdüyümdə Yumiko-nu gördüm. Kontaktları nə edir bu Yumiko? Yəni kontaktlara nə ehtiyacı var bu Yumiko-nun? Ona görə də buradan izin vermə bölümünü seçib bunu bağlayıram ki, Yumiko bir satış saytıdır, satış proqramıdır. Kişiləri, yəni kontaktları nə edir? Bu mənə çatmır bu. Ona görə də bunu bağlayıram. Başqa gözümə görünməyən proqram yoxdur burada. Yəni Instagramda, Facebookda bunlar onsuz özünüz bilirsiniz. Kontaktlarla əlaqə qurub bizim nömrələrdə olan dostlarımızı bizə göstərir. Ondan narahat olmayın. Gəlin daha sonra buradan SMS-lərə baxın. Burada SMS-lər var. Yenə buradan sürüşdürün aşağı. Burada baxın. Görün burada gözünüzə nə pis görünür. Baxın misal üçün elə Xiaomi-nin özünün bu funksiyası, SYNC funksiyasıdır. Bu o qədər təhlükəli deyil, amma yenə burada nə mənası var ki, olmasın. Yəni SMS izni deyir burada. Daha sonra yenə Xiaomi-nin bu funksiyası. Bunu da bağlayıram. O qədər çünki güvənmirəm. Baxın görün başqa nə var. Yenə bu qalanların ziyanı yoxdur. Play Store falan, yəni onsuz Android, Google-a məxsusdur. Təhlükəsi olmur. Daha sonra burada baxın telefon özəlliyi də var. Buna da girin, görün burada nə var. Baxın misal üçün FM radio xidməti. Bunun telefon funksiyasına nə əlaqəsi var? Mən bunu söndürürəm. Varsa da yenə mənası varsa, işləməsi lazımdırsa da yenə də bağlayıram çünki məncə lazımsızdır. Düzdür, burada bu dəqiqə məndə çox şey var. Bunları videodan sonra özüm bağlayacağam. Buranı çox uzatmağın mənası yoxdur. Qısaca gözünüzə nə pis görünürsə, hansı proqramlara güvənmirsinizsə, az istifadə edirsinizsə, onları bağlayın. Yəni Google xidmətlərinə o qədər narahat olmayın. Google xidmətləri onsuz Androidin özünündür. Onların orada olmasının heç bir ziyanı yox. Amma qalan nə
zivil varsa hamısını bağlayın getsin. Bəli, bu dediyim ayarı etdisə, yəni icazələri etdisə, bunun kimi bir icazə yeri də var. Yəni istifadə icazəsi olaraq gedir bunun adı. Yenə ayarlara daxil olun. Axtarış bölümünə mənim telefonum türkcə olduğuna görə erişim izni olaraq yazdım. Azərbaycancadırsa istifadə izni olaraq yazın. Baxın elə bura erişi yazdım. Avtomatik indi çıxacaq mənim üçün. Baxın burada görəcəksiniz. Baxın burada ən üstlərdə çıxmaya bilər. Biraz aşağı sürüşdürün. Baxın gəldi. Kullanıcı erişimi olaraq gəlir və ya kullanım erişimi olaraq gəlir. Bu istifadə erişimi də yazıla bilər az öncə qeyd etdiyim kimi. Buna girin. Baxın burada sizi yönləndirir ki, kullanım erişimi, yəni yanıb sönərək göstərir burada sizə. Buraya daxil olun. Baxın burada nə proqramlar varsa, sizin telefonunuzda hər şeyə əlləri çatır. Yəni rahat bir şəkildə gələn mesajları götürə bilərlər və yaxud da telefonunuzda şifrələriniz, kodlarınız nə varsa hamısını götürə bilər. Hətta belə WhatsApp mesajlarınızı belə oxuya bilər. Ona görə də burada baxın. Burada da gözünüzə pis görünən proqramlar, güvənmədiyiniz proqramlar varsa bağlayın. Mən də buradan elə qısaca baxıram və gözümə ilk pis görünən proqram, güvənmədiyim proqram ilə Trendyol çıxdı. Bu proqramın burada nə itirazı? Mənə çatmır ki, Trendyol proqramının mənim telefonumdakı istifadə icazəsi funksiyasına nə ehtiyacı var? Bunu buradan rədd eləyirəm, çünki ehtiyac yoxdur. Proqram burada qalmasının mənası yoxdur. Tam şəkildə güvənmirəm. Xaricilərin proqramıdır. Gələcəkdə bir hacker tərəfindən oğurlanıb, mənim məlumatlarım onlar tərəfindən istifadə olunub və ya oğurlana bilər. Ona görə də bağlayıram. Qalan proqramların burada qalmasının mənası yoxdur. Yəni mənim telefonuma heç bir ziyanı yoxdur. Baxın Google Play Store falan deyir burada. Qalanları da onsuz telefonun özünün funksiyalarıdır. Diqqətlə baxsaz, anlayışınız varsa başa düşəcəksiniz. Yəni qalanlarını əngəlləmənizə ehtiyac yoxdur. Mənim kimi Trendyoldur və yaxud da digər proqramlardırsa bağlayın getsin. Temu falan heç bir şey qalmasın burada. Gəlin indi keçək digər vacib ayarlarımıza. Və eynən bununki kimi bir funksiya da var telefonunuzda. Düzdür, bunu ayarlardan açıb bağlaya bilmirsiniz, amma mən şifahi şəkildə burada göstərəcəm. Telefonunuzda internetdən istifadə etmək üçün istifadə etdiyiniz VPN proqramları da eynən bu rolu oynayır. Yəni telefonunuzda olan hər şeyə əlləri çatır. Rahat bir şəkildə bütün məlumatlarınızı özləri istədiyi kimi götürüb onları istifadə edə bilirlər. Onun üçün də əgər VPN istifadə edirsinizsə, bu dediklərimi nəzərinizdə saxlayın. Yəni bu təhlükələrin hamısı başınıza gələ bilər. Yəni məlumatlarınız oğurlana bilər. Gələcəkdə başınıza iş gələ bilər. Bunları nəzərinizdə saxlayaraq hərəkət edin. Lap güvənmirsinizsə belə ən güvənilir, ən təhlükəsiz VPN-ləri internetdən araşdırıb onları yükləyin. Daha sonra da üstündən 3 ay keçdi, 2 ay keçdi. Artıq VPN-ə ehtiyac duymursunuzsa, avtomatik həmin VPN telefonunuzdan silin, rədd eləyin, getsin. Çünki bu proqramlarda az öncə göstərdiyim istifadə icazəsi kimi hər şeyə əlləri çatır. Rahat bir şəkildə telefonda hər şeyinizi rahatca yükləyib götürə bilərlər. Ona görə də istifadə etmirsinizsə, VPN-ləri də telefonunuzda saxlamağı tövsiyə etmirəm. Onsuz telefonda hər dəqiqə ayarlara girdiyimizdə burada görürsünüz ki, VPN olaraq qeyd olunur. Baxın, məndə burada yazılmayıb. Bir VPN yükləsəm, burada ayarların arasına VPN seçeneği də gələcək. Yəni bu mənə deməyə çalışır ki, VPN sənin telefonunda yüklüdür və bu dəqiqə sənin ayarlarına rahat bir şəkildə əli çatır. Buraya həmin funksiya gəlməsindən rahat bir şəkildə başa düşmək olur. Yəni bunu da nəzərinizdə saxlayın. Telefonunuzda yüklü VPN varsa, boş yerə telefonda yükləyib saxlamayın. Silin getsin. Və eynən bunun kimi bir funksiya da var. Bunu çoxunuz bilir. Hətta belə TikTokda falan kommentlərdə yazmışdı. Əlçatanlıq deyə bir funksiya var. Elə adından bilinir. Əlçatanlıq. Türkcə isə bunun adı erişiləbilirlikdir. Yəni bu funksiyada olan hansı proqram və yaxud da funksiya varsa, avtomatik olaraq telefonunuzda olan bütün funksiyalara və yaxud da proqramlara, şifrələrə falan əli çatır. Yəni funksiyanın özünün adına da baxsaz, əlçatanlıq olaraq qeyd olunur. Gəlin elə onu da axtaraq. Baxın, erişiləbilirlik yazıram. Çünki mənim telefonum türkcədir. Və erişiləbilirlik yazdıqdan sonra biraz aşağı sürüşdürün. Burada erişiləbilirlik sizi qarşılayacaq. Baxın, erişiləbilirlik yazdım. Elə ikinci sırada çıxdı burada. Burada çox funksiya yoxdur. Elə biraz baxsaz ən aşağıda çıxacaq sizdə. İndirilən uygulamalar olaraq qeyd olunur. Fərqli yerlərdə də çıxa bilər. İstəsəz elə indirilən uygulamalar da yazıb tapa bilərsiniz. Amma buranı ayrıca yazın, tapın ki, buranın funksiyası olsun. Əgər burada indirilən uygulamalar bölümündə icazə verilmiş funksiyalar varsa, düzdür, baxın, məndə heç bir şey yoxdur. Çünki buna ümumiyyətlə icazə vermirəm. Çünki ən təhlükəli funksiyalardan biridir. Ona görə də burada heç bir proqram yoxdur. Amma sizdə burada hər hansı bir proqram varsa, güvənmədiyiniz təhlükəli bir şey görürsünüzsə, ləğv edin, birbaşa getsin. Çünki burada olan funksiyalar, proqramlar avtomatik hər şeyə əli çatır. Yəni proqramın funksiyanın adına da baxsaz görəcəksiniz ki, əl çatanlıq, yəni hər şeyə əli çatır həmin funksiyanın. Buna görə də diqqətli olun. Burada nə varsa hamısını ləğv edin, getsin. Və son olaraq şifahi şəkildə bir şey də göstərəcəm.
göstərəcəm. Buna da diqqət etməlisiniz. Yenə bu da eyni rol oynayır. Yəni sizin məlumatlarınız oğurlana bilər. Gələcəkdə hesablarınızın falan oğurlanmasını istəmirsinizsə, buna da diqqət edirsiniz. İnternetdən yüklədiyiniz APK adlı proqramlar da sizin başınıza bu formada oyunlar aça bilər. Yəni APK dediyimiz biri var Play Store-dan yükləyəsən, biri də var daxil olub Google Chrome-dan və yaxud da digər brauzerlərdən APK olaraq yükləyəsən. Bunlara tam güvənmək olmur. Daxilinə virus falan yerləşdirə bilərlər. Həmin bu viruslar da telefonunuzun başına hər cürə oyunu aça bilər. Ona görə də yüklədiyiniz APK proqramlara da diqqət edin. Əsasən APK proqramları Android telefonda hər hansısa bir oyunu və yaxud da proqramı hiləli şəkildə istifadə etmək üçün istifadə edirlər və yaxud da yükləyirlər. Amma siz yenə onu belə edəcəksinizsə, araşdırın, ən təhlükəsiz saytlardan falan yükləyin. Baxın, gördüyünüz kimi burada da bir sayt açmışam. Aptodovun olaraq gedir. Bu biraz təhlükəsizdir. Yəni internetdə neçə vaxtdır bu saytdan istifadə edirik. Hələ başımıza heç bir iş gəlməyib. Amma yenə də araşdırma edin, tam şəkildə öyrənin, daha sonra yükləyin. Bilmədiyiniz hər proqramı APK olaraq telefonunuza yükləməyin. Play Store-dan nə qədər istəsəz yükləyə bilərsiniz. Amma APK olaraq yükləyərkən bu dediklərimi mütləq nəzərinizdə saxlayaraq edin. Çünki başınıza iş gələ bilər, bank məlumatlarınız oğurlana bilər. Lap bank məlumatlarınız oğurlanmayıbsa, gələcəkdə belə oğurlana bilər. Yəni fakt sübut bu dəqiqə olmur. Bir müddət sonra sizi güdür, siz telefonda olmadığınız zaman bütün məlumatlarınızı bazasına yükləyir və o formada oğurlar. Yəni nəzərinizdə saxlayın ki, belə şeylər başınıza gələ bilər. Bu dediyim ayarları etsəz, mənim fikrimcə təhlükədən az da olsa qorunmuş olacaqsınız. Bəli, sizə göstərəcəyim ayarlar bunlar idi. İnşallah bu ayarlar sizin işinizə yaramışdır və telefonunuzu təhlükəli viruslardan və yaxud da casus proqramlardan, oğrulardan və yaxud da xakkerlərdən qoruya bilmirsiniz. Mənim fikrimcə sizin çox işinizə yarayacaq bu. İnşallah bunun kimi faydalı, maraqlı videolarımızın davamı gələcək. Kanalımızda da bunun kimi sizin işinizə yarayacaq hər cürə videolarımız var. Daxil olub baxa bilərsiniz. Mənə də dəstək olmaq istəyirsinizsə, aşağıdan kanala abunə olub, videomuza like atıb, bir də bildiriş zəngini aktiv edə bilərsiniz. Aşağıda bir komment də yazsaz məni sevindirəcəksiniz. Gələcək videolarımızda görüşərik. Sağ olun, salamat qalın.